Kanalımızın qonaqları. Deməli, mart ayına planlaşdırdığımız açılışımızı təxirə salıb aprel ayının 1 eləyirik. Səbəbi isə hava şəraitindən, yəni çox bərbad keçmək oldu ki, 15-20 gün bizim işlərimizi dalatdı. Hər işdə bir xeyir var deyirlər ki, yəni restoran işıq sistemi tamamilə çökmüşdü. Yəni kabeldən əsər əlamət yox idi. Deməli, indi içəridə bizim elektrikimiz işləyir zalda. Yəni bir 10 günə yaxın bizim restoranımız işıqsız qaldı. Yəni işıqsız. Hətta yaxşı oldu ki, qarların yağmağı sularda, yəni donmalar aşkar olundu, izolyasiya olunacaq turbalar. Yüksək səviyyədə 2 ay təmirdən sonra gördüyümüz restoranımız Neftçilərdə Xudafərin Şahlı Sarayının yaxınlığında yerləşir. Məkan, ərazi hamısı paylaşılacaq inşallah. Yay üçün möhtəşəm bizim burada besetkalarımız olacaq. Burada 4 dənə bizim besetkamız var. Yəni gəldiniz besetkada da yerləşə bilərsiniz. Bizim ümumi səhnəli olan burada səhnəmizdə, yəni həyətimizdə də əyləşə bilərsiniz. Uşaqlarımız üçün rahat burada əyləncə mərkəzi olacaq, yüksək səviyyədə. Hər şey, yəni mən fikirləşdiyimdən daha gözəl olacaq inşallah. Yəni neçə günlük videoda paylaşa bilmirəm, ancaq başım işdə gücdədir. Allah tutulan orucları, qılınan namazları qəbul etsin. İnşallah yolunuzu gözləyirəm. Məkanlarımız qulluğumuzdadır. Sevgilərlə özünüzə yaxşı baxın.